Salam, sizinlə mən tərcüməçi Polad. Hal-hazırda sizə dili öyrənməkdə, yəni ingilis dilini gücləndirməkdə əksəriyyətimizin əməl etmədiyi məqama toxunacağım. Çoxumuz dil öyrənmək üçün hər bir şey edirik, oxuyuruq, öyrənirik, söz əzbərləyirik, filmə baxırıq, kitab oxuyuruq, strukturlara baxırıq. Ancaq bir şey unutmuruq, beynimiz. Beynimizin qayğısına necə qalırıq? Ümumiyyətlə beynimizə qan gedirmi? Qida rasionu hansı növdədir? Bunlar çox incə məqamlardır. Çünki dil birbaşa beyinlə əlaqəli məsələ olduğu üçün ona görə siz fiziki olaraq öyrənmisiniz, kitab oxuyursunuz, hər şey edirsiniz, amma beyninizin qayğısına qalmırsınızsa, deməli hər hansı bir nəticə əldə etmə ehtimalınız az olacaq. Yəni söz öyrənəcəksiniz, tez unudacaqsınız. Beyinə qan getmədiyi üçün, beyində oksigen zənginliyi olmadığı üçün depressiyaya düşəcəksiniz. Bir gün oxuyacaqsınız, o birisi gün oxumayacaqsınız və bu kimi tənbəl addımlar atmağa məcbur olacaqsınız. Ona görə beyninizin qayğısına qalın. Bunun üçün mütləq şəkildə səhər saatlarında gəzmək, 40 dəqiqə, 45 dəqiqə, əgər vaxtınız yoxsa axşam saatlarında, vaxtınız yoxdursa səhər tez dura bilərsiniz. Bu çox vacibdir. Bundan istifadə edin. Beyninizi nə qədər qanla zəngin etsəz, bir o qədər siz artıq öyrəndiyiniz məqamlar bir o qədər yadınızda saxlanacaq. Çünki dili öyrənirsinizsə, bu dil sizin artıq ikinci vasitənizdir. Burada artıq diqqəti artırmaq lazımdır. Diqqətin artırılması üçün də beyində xüsusi olaraq aktivlik olmadıqda siz diqqəti artıra bilməyəcəksiniz. İstənilən halda tez-tez unutqanlıqlar müşahidə edəcəksiniz. Səhər gəzintisi, yediyiniz qidalar, əgər siz ayda bir dəfə problem olmaz, amma siz həftədə bir dəfə, 2 gündən bir dəfə McDonald's-a vaxt keçirirsiniz, oranın qidalarını yeyirsinizsə, fast food qidalanmışsınızsa, təbii ki, bu beyninizə sıfır yalancı kalorilərin getməsi ilə nəticələnir ki, bu nəinki sizi müəyyən müddətdən sonra depressiyaya salır və hətta artıq beyninizə qidalar getmədiyi üçün müəyyən müddətdən sonra ümumi bədəndə piylənmə meydana gəlir və sizin beyniniz zəifləyir. Ona görə idman edin, çalışın ki, çəkinizi qoruyun. Misal üçün, qarnınızın ətrafında sizdə əgər pilər varsa, buna İngilizcə love handles deyirlər, yəni qarın göbək tərəflərdə, kənarda olan hissələr. Əgər burada pi qatları çoxdursa, deməli, sizin beyninizə bir o qədər az oksigen gedir. Belə beyninizi qoruyaq və dili öyrənmək, öyrənmiş dilin saxlanılmasını da bir o qədər gücləndirə bilərik. Hələlik uğurlar.